Salam əziz uşaqlar, biz bu günləri həndəsi fiqurlardan danışacağıq. Həndəsi fiqurlarını keçən dəfə danışdım, amma onun sahəsi və perimetri haqqında qaldı. Məsələn, sahəsi və perimetri haqqında ən çox düzbucaqlı ilə kvadrat məsələlərində biraz problem olur. Düstur vasitəsilə, məsələn, gəlin yazaq. Məsələn, düzbucaqlıdan başlayaq. Düzbucaqlının sahəsi deyəndə nə nəzərdə tutulur? Məsələn, birinci növbədə gəlin düzbucaqlını təkrar edək ki, düzbucaqlının eni uzunluğu ilə bərabərdir. Yəni eni qarşı tərəfləri yalnız bərabər. Eni eninə bərabərdir, uzunluq da uzunluğa bərabərdir. Məsələn, bu 2-dirsə, bu da 2 olacaq. Bu 4-dürsə uzunluğu bu tərəfdə 4 cm olacaq. Bunun sahəsini tapmaq üçün enin uzunluğuna vurmaqdır. Amma perimetr düsturu isə bütün tərəfləri ya toplayırıq, ya da bunun düsturu da var. O düsturdan indi deyəcəm sizə. Məsələn, nə qədər elədi? 8, o da 4, 12. İndi bunun düsturu isə belədir. Yəni qısa formada yazmaq istəyirsinizsə, eninlə uzunluğunu toplayıb 2-yə vururuq. Yenə də gələcək 12 cavabı alınacaq. Yəni bu formada da yaza bilərsiniz, bu formada da yaza bilərsiniz. Yəni enin uzunluğunu toplayıb 2-yə vurmaq formasında da yazmaq olar. Yəni hansı sizə asan gəlirsə, o formada yaza bilərsiniz. Gəldik kvadrata. Kvadratın isə bütün tərəfləri bir-birinə bərabərdir. Bütün tərəflər bir-birinə bərabərdir. Bunun perimetr düsturu, ümumilikdə düsturu var 4A-dır. Yəni perimetr düsturu. Siz bu formada da istifadə edə bilərsiniz. Yəni ibtidai sinif isə məsələn, bu formada da istifadə edə bilər. Məsələn, hər tərəfi, bir tərəfi 2-dirsə, dedik kvadratın bütün tərəfləri bərabərdir. Hər tərəfi 2 olacaq. Yəni perimetri olacaq 4 vur 2. Yəni A-nı götürüb 2-nin yerinə qoysaq, eləyəcək 8. Və yaxud ki, B formada da yazmaq olar. Bütün tərəflərini toplayırız. 2 üstə gəl, 2 üstə gəl, 2 üstə gəl, 2 eləyəcək 8 formasında da yazmaq olar. Yəni hansı sizə uyğundursa da, yəni deyirəm, ən asandı budur məncə. Düsturlandır, 4A kimi istifadə edə bilər. Bunu yuxarı siniflər daha çox istifadə edir. Aşağı siniflər isə bu formada yaza bilərlər. Bu perimetr düsturu idi. Sahəsi isə, məsələn, dedik, yenə də elə 2-dən başlayaq. Hər tərəfi 2-dirsə, bunun sahə düsturu isə, yəni 2-ni özünə vurmaqdır. Məsələn, 2-dirsə, düsturu A kvadratıdır. A üstü 2. A üstü 2, yəni S bərabərdir. Tərəfi də 2 olduğuna görə 2-ni 2-yə vursaq, eləyəcək 4. Yəni, özü-özünə vurmaqdır. Tərəfi neçədirsə, onu özü-özünə vurursan. Bu qədər. İnanıram ki, yararlı oldu. Sağ olun uşaqlar.